Salam hörmətli dinləyicilər, aktual gündəm efirdədir. Biz bugün dünyanın və ölkəmizin vacib gündəmini müzakirə edəcəyik. Bugünkü qonağımız Azərbaycanın sabiq baş naziri, Xalq Partiyasının sədri Pənah Hüseyndir. Pənah bəy, xoş gəlmisiniz. Xoş gördük. Azərbaycanın yeni bir gündəmi formalaşıb. Azərbaycan-Ermənistan sülh danışıqlarının mətninin razılaşdırılması ilə bağlı rəsmi açıqlama yayılıb. Xarici İşlər Nazirliyi bunu bəyan elədi. Siz necə müşahidəçilərin böyük bir qismi bu razılaşmanı, yəni bu sənədin razılaşdırılmasını böyük bir hadisə kimi qiymətləndirir, vacib bir hadisə kimi qiymətləndirir. Fikrinizcə çoxillik münaqişənin tarixin arxına atmaq şansı çatıbmı? Bu razılaşmadan nə gözləyirsiniz? Adətən sülh müqavilələri müharibəni bitirir, amma müharibəni aradan götürmür. Yəni bunun mütləq fərqində olaq. Çox dünya tarixində və ən yeni tarixdə də xeyli sülh müqavilələri var ki, bu heç də ümum dünya, o cümlədən regional və ya ikili dövlətlər arasındakı müharibə vəziyyətini aradan qaldırmır. Hələ müqavilə bağlanandan sonra xeyli iş görmək lazım gələcək. O cümlədən əgər bağlanacaqsa sülh müqaviləsi Azərbaycan və Ermənistan arasında. Dünənki hadisəni siz əslində qeyd elədiniz amma dərhal da bizim şərhçilər daxil deyildi ki və rəsmi bu məsələyə Azərbaycanın Xarici İşlər Nazirinin də şəxsində rəsmi reaksiya verildi ki, hələ sülh mətninin razılaşdırılması, mətnin hələ onun imzalanması demək deyil. Hələ imzalanmadan sonra onun qüvvəyə minməsi proseduru olur. O baxımdan mən də razıyam ki, bu razılaşdırılma haqqında açıqlama bir mərhələdir və bu mərhələdən sonra çox ciddi bir bu məsələnin imzalanması məsələsi qalır və məlumat da verildi ki, bu barədə artıq bundan sonraki danışıqlar bu mətnin nə vaxt və harada imzalanması məsələsi, çünki hər ikisi çox vacibdir. Azərbaycan tərəfinin elə dünən elan olunmuş, demək, yenə Xarici İşlər Nazirliyi tərəfindən 2 şərti əvvəllərdə bu var idi, amma bir daha elan olundu. Bu ondan ibarət oldu ki, Ermənistan konstitusiyasının dəyişikliyi olmalıdır. O, Azərbaycan ərazi iddiaları ilə bağlı orada müddəalar var, preambulasında Ermənistan konstitusiyasının. Sonra Paşinyan ilə həmin gün deyir ki, Azərbaycan konstitusiyasında da güya bu var, hərçənd ki, bu tamamilə həqiqətə uyğun deyil. Gərək bunu biz qeyd edək, söhbət Azərbaycan tərəfinin mövqeyini müdafiə etməkdən getmir. Bizim konstitusiyanın preambulasında demək, Azərbaycan Respublikasının Azərbaycan Demokratik Cümhuriyyəti, Azərbaycan Demokratik Cümhuriyyətinin, Azərbaycan Demokratik Respublikasının və ya Xalq Cümhuriyyətinin varisi olduğu qeyd olunur. Amma orada çox, demək, ciddi bir məqam var, orada hüquqi varis sözü işlənir. Bu bir, müxtəlif söyləyən ola bilər. İkincisi, Azərbaycan Demokratik Cümhuriyyəti, Azərbaycan Demokratik Cümhuriyyəti ilə bağlı məsələ bir tərəfə, konkret preambulada Ermənistan konstitusiyasının Dağlıq Qarabağın Azərbaycan ərazisinin Ermənistan birləşməsi haqqındakı məlum onların qanununa, qərarına istinad var. Bu heç bir halda müqayisə olunması məsələlər deyil. O baxımdan bir sıra şərhçilər 26-cı ilə qədər, yəni Ermənistanda bu konstitusiya barədə referendumun olacağı gözlənilir. Demək, 26-cı ili qeyd edirlər. Amma dünyada hal-hazırda proseslər olduqca məntiqə uyğun şəkildə inkişaf edir. O baxımdan ümumiyyətlə bu müddətdə sülh müqaviləsi daha tez imzalana bilər. Siyasi konjunkturdan beynəlxalq münasibətlərdə yaranmış şəraitdən asılıdır. Amma heç imzalanmamış yeni bir müharibə də olacaq. Çünki xüsusən son dövrdə Ermənistanda demək, Azərbaycana hücum xarakterli hansısa tədbirlərin hazırlanmasına işarət edən xeyli faktlar ortalığa getirilir. Bizim sərhədimizdə müəyyən istehkamların, körpülərin qurulması, Ermənistanın hücum silahları alması dünyanın müxtəlif ölkələrindən, Ermənistanla müttəfiqliyi, Azərbaycana qarşı düşmən mövqeyində duran bir sıra ölkələrin Ermənistana hərbiləşdirilməsi üçün maliyyə ayrılması barədə və s. O baxımdan prinsip etibarilə əlbəttə ki, Azərbaycanın da dərhal belə bir təhdidi təhlükənin aradan qaldırılması üçün demək, preventiv tədbirlər görmək, o cümlədən hərbi xarakterli tədbirlər görmək səlahiyyəti var və əlbəttə ki, Azərbaycan son illərin də təcrübəsinin nəzərə alaraq həmin təhlükələrin demək, Azərbaycan üçün həyati təhlükə həddinə gəlib çatmasını gözləyə bilməz. Bunu Azərbaycan vətəndaşları da istəmir və bunu
demək ki, həqiqətən də gözləmək olmaz. O cümlədən mən də bir Azərbaycan vətəndaşı və siyasətçisi olaraq həmişə Ermənistan tərəfdən açıq-aydın Azərbaycana hücum təhdidinə işarə edən müəyyən məsələlərin, o cümlədən məsələn hücum silahlarının neytrallaşdırılmasıdır, orada hücum xarakterli istehkamların neytrallaşdırılmasıdır, müəyyən demək mövqelərin ələ keçirilməsini və sair istiqamətində silahlı qüvvələrdən də istifadə etməklə tədbirlərin görülməsini tərəfdarlardır. Bu müharibə o baxımdan bir daha yekunlaşdırılması sualıdır ki, şübhəsiz ki, bu bir mərhələdir, bunu pozitiv dəyərləndirmək olar, lakin demək hələ məsələnin həlli deyil. Ermənistanın silahlanması Ermənistanın öz iradəsi ilə bağlı, yoxsa burada hansısa bir platform kimi istifadə cəhdləri və hər ikisi var. Yəni burada demək ki, yox, bu Ermənistanın iradəsi ilə asıl deyil, məsələn kifayət qədər çox ciddi revanşist qüvvələr var. Ermənistan kilsəsinin daxil bu məsələdə kifayət qədər revanşist qüvvələr var və çox ciddi təbliğat gedir və eyni zamanda bu müharibə məsələsi orada bir siyasi hakimiyyət orada mübarizə məsələsindən biridir. Azərbaycanda da uzun müddət belə olub. Demək, indi Ermənistanda açıq-aydın müəyyən qüvvələr bu məsələ ətrafında spekulyasiya edərək, təbliğat edərək, öz tərəfdarlarını və cəmiyyəti səbəblər edərək bu hakimiyyətə gəlmək üçün. Amma Rusiya amili var burada ki, Rusiya bilirsiniz ki, antipaşinyan qüvvələrinin böyük bir əksəriyyəti Rusiyapərəst qüvvələrdir. Kremlin 5-ci kolonu rolunu oynayırlar. O baxımdan Rusiya amili var burada. Avropada, Qərb Avropada, Fransa kimi ölkələr də demək, bir tərəfdən erməni lobbisinin təsisi altında, lakin bu məsələni yalnız erməni lobbisi ilə də əlaqələndirmək doğru olmaz. Mən Fransa məsələsini deyirəm. Dəfələrlə açıqsa onların şəxsləri də, məsələn, bir neçə il əvvəl bizdə Fransız sədrinin bizdən görüş olmuşdu, bir qrup partiya sədrinin. Orada söhbət demək olar onu ki, mən işdə səsləndirmişəm, dedi ki, Azərbaycanla Fransanın münasibəti Türkiyə münasibətlə bağlı. Yəni, faktik olaraq əsrlərdən bəri Aralıq Dənizli hövzəsində Türkiyə-Fransa rəqabəti gedir zaman bu müharibə həddində keçir. Faktik olaraq, yəni, Fransanın öz strategiyasında uyğun olaraq, yəni təsvir burada ermənipərəstlik deyil. Türkiyəyə qarşı, demək, Fransanın demək, savaşının, mübarizəsinin demək, bir davamı olaraq onlar Ermənistanı burada öz Türkiyəyə qarşı əslində. Azərbaycan da təbii müttəfiqidir Türkiyənin. Azərbaycanın və Türkiyənin həyati mənafeləri üst-üstə düşür və istərsiniz Fransaya həm də bizə qarşı. O baxımdan bunu da biz diqqətdən qaçırmayaq və biz də başqa biz demək, məsələlər demək, son dövrdə mən düzdür, elə belə konspiroloji teorilərin o qədər tərəfdarlarından deyirəm, amma birisi qlobal müharibə partiyasından söhbət gedir. Yəni, müəyyən qüvvələr var dünyada, böyük dövlətlər üstü və millətlər üstü güclər var ki, biz də problemlərin həlli olaraq, biz irrasional bir növ müstəviyə keçirik, amma həlli olaraq dünya müharibəsini və böyük deyək ki, insanların sayının azaldılması və s. kimi ideyalardan çıxış edirlər. Onlara da dünyanın müxtəlif yerlərində konfliktlərdə maraqlıdırlar. O baxımdan da burada Azərbaycanda bu münaqişənin aradan qalxmasına maraqlı olmayan bu qədər var. Bizim özümüzün və hal-hazırda bizim müttəfiqlərin isə tamamilə əks bir maraq və mənafə var burada. Çünki məsələnin normallaşması, bu müharibə vəziyyətinin sıradan çıxması bizim təhlükəsizliyimizin təminatıdır əvvəla. Bizə qarşı olan təhdidin aradan qaldırılması. Digər tərəfdən isə Azərbaycan özü bir dövlət olaraq yeni bir mərhələ qarşısındadır. Azərbaycan faktik olaraq regional və qlobal proseslərin subyektinə çevrilməkdədir və mən hesab edirəm ki, ümumiyyətlə dünyada baş verən hadisələrin əslində demək, o ətrafında fırlanan bu məhbər oxunlarından bir Azərbaycan məsələsidir. Onu biz toxunacaq. Bakı və İrəvan vasitəçi olmadan sülh bağlaya biləcəkmi? Yoxsa burada böyük qüvvələrin maraqları olacaq? Dünən hər halda Azərbaycan prezidentinin bu Bakı forumundakı çıxışı oldu və demək, bildirdi ki, iki tərəfli birbaşa danışıqlar vasitəsilə bu məsələnin davamı Azərbaycan konsepsiyası bundan ibarətdir. Hər halda Paşinyan səhv eləmirəmsə reaksiya verdi və bu məsələ demək, kənara qoyulmadı, belə deyək. Amma hansısa bir məqamda dünya gücləri bu və digər başqa bir motivdən və ya səbəbdən öz maraqlarından məsələyə müdaxilə ola bilərlər. Mən və Azərbaycan əlbəttə, Azərbaycanda bu son dövrdə Ermənistanda da bu məsələ kifayət qədər tərəfdarları var ki, bu iki tərəfli, yəni demək, hansısa bir platformada olmadan, çünki dərhal bu və digər gücün bura müdaxiləsi prosesi ləngidir. Prosesdə ciddiyyətlər yaradır və prosesin bir manipulyasiya, necə deyərlər, proyektinə çevirir. O baxımdan əlbəttə ki,
doğru olan da, məqsəd olan da iki tərəfli əlbəttə ki, danışırlar. Prinsip etibarilə regional dövlətlərin, özümüzdən Türkiyənin də burada təminatı və yaxud Rusiyanın və digər başqa müdafiəyə cəlb edilmiş tərəflər var həm də. O tərəflərin də bu və digər formada demək birbaşa müdaxilə olmadan, yəni iki tərəfli danışıqlar vasitəsilə bu prosesə hansısa bir şəkildə demək təminat vermələri də istisna olunmur və bunun da formal mexanizmləri var. Pənah bəy, sülh sazisi imzalasa regionda hansı dəyişikliklərə səbəb ola biləcək? Bilirsiniz, qalıcı sülh indi dünyada elə proseslər baş verir ki, bu təkcə o cümlədən bizdə bu proseslərin necə deyərlər, normal məcraya yönəlməsi təkcə görünən budur ki, Azərbaycan və Ermənistanda baş verən proseslərin asıl deyil. Açıqcası məsələ budur və hesab eləmək ki, indi sülh müqaviləsi imzalanan kimi hələ mən bu imzalanandan sonraki dövrdə bir keçid dövrünü var. Bu əlbəttə ki, demək bu sadəlövhlük var. Amma hər halda bu bütövlükdə regiondakı proseslərin üçün bir şans yaradır, daha əlverişli bir mühit yaradır dövlətlər arası münasibətlərdə. Və mən hesab edirəm ki, bu Azərbaycanın da, ermənilərin də demək maraq və mənafələrinə uyğundur. Bizim strateji maraqlarımıza uyğun olan budur. Mən yuxarı dedim ki, Azərbaycan təkcə Ermənistan. Biz faktiki olaraq Azərbaycanın inkişaf strategiyasına ən ciddi mane olan məsələlərdən biri və konkret olaraq bugün birincisi bu münaqişədir. Və Azərbaycanın inkişafını ləngilənir. İstər onun sosial-iqtisadi, hərbi, təhlükəsizlik potensialının yüksəlməsini, o cümlədən əhalimizin özünün sosial vəziyyətinin, iqtisadi situasiyanın, demokratikləşmə proseslərinin və s. inkişafında bu münaqişə çox mənfi rol oynayıb və oynamaqda da davam edir. O baxımdan hər halda bunlardan qalxması sistem alanda məncə həm Azərbaycanda, həm Ermənistanda inkişafa demək təkan verə bilən bir hadisə olar. Amma bir daha təkrar edirəm, dünya hal-hazırda xaos beynəlxalq münasibətlərdə hökm sürür və bu xaos hələ ki dərinləşməkdə davam eləyir. Cənubi Qafqazda bunun əks sədası ola bilər. Mən bilirsiniz, bu Cənubi Qafqaz əlbəttə ki, bu bir termindir və bu işlənir, yəni faktik olaraq bu məsələnin təhlili zamanı anlayışlardan da bilməm. Ümumiyyətlə, Cənubi Qafqaz termininin əleyhinəyəm. Bu Qafqaz var. Bu Cənubi Qafqaz bilirsiniz, bu SSR dövründə süni şəkildə ortağa çıxarılmış yalnız 3, SSR-dən əvvəl daha doğrusu. Rusiya imperiyasının bir atdığı bir məsələ idi və bu əslində geopolitik vahid kimi mən daim bunu Azərbaycan geopolitik məkanı hesab edirik. Bu demək ki, Hind okeanına qədər başlayaraq oradan Qafqaz dağlarına qədər uzanan bir ərazidir. Bu vahid bir geopolitik demək məkandır əslində. Sonradan müəyyən demək işğallar, müəyyən imperiyaların buradakı demək istilalar nəticəsində belə bir məsələ o cümlədən üçün belə bir termin. Amma hər halda var bu işlənən bir termindir və demək ki, Cənubi Qafqaz, mən Cənubi Qafqaz məsələsini həm də mən Azərbaycan məsələsini qabardırmam. Həqiqətən reallıq da bundan ibarət. Söhbət Cənubi Qafqazın hansı rol oynamasından getmir. Azərbaycanın rolu nə dərəcədə demək özünün təbii belə deyək. Təyin faktor Azərbaycan. Təbii bu prosesdə də olmalıdır. Yox, əslində bu belədir. Azərbaycan faktoru olmadan yəni buna artıq sözün doğrusu obyektiv təhlilçilər də qabil edirlər və bu və başqa formada hətta Azərbaycanın düşmənləri də bu məsələni hesablaşmağa və bunu nəzərə almağa başlayıblar. Müxtəlif mən təhlillərdə görürəm, erməni əsilli. Cənubi Qafqaz Azərbaycan sahili. Azərbaycan məsələsi önə çıxıb. Cənubi Qafqaz məsələsindən daha mühüm olanı budur. Bu Azərbaycan-Türkiyə İttifaqı, Türk Dövlətləri Birliyi və yeni geopolitik məkanın, yeni güc mərkəzinin, bu yeni qütbün, geopolitik qütbün formalaşması və yeni dünya düzəninin də əslində şəkillənməsindən danışılır, müxtəlif yeni təhlükəsizlik sisteminin formalaşmasından danışır. O, yuxarıda qeyd edəcəyimiz o proses, onun da nüvəsində Azərbaycandır. Azərbaycan-Türkiyə, belə deyək ki, ikili durur, yəni bir sistem halında Azərbaycan durur və Azərbaycan məsələsinin bir çox tərəfləri var. Bütün Azərbaycan məsələsi var, Böyük Azərbaycan məsələsi var və Azərbaycanın demək, digər başqa demək faktorlar var ki, Azərbaycan məsələsi həll edilərsə, bizim təkrar edirəm, region vəziyyətində hətta demək, qlobal xarakterli bəzi proseslərin o məcrasının dəyişməsinə təsir göstərə bilər. Mən tez-tez sevirəm bunu təkrar etmək, sizi də burada təkrar edeyim ki, demək, BMT yarananda bu indiki dağılan ki, bu
mövcud təhlükəsizlik sistemi var. Qərarında onun birinci məsələsi bu Azərbaycan Şimal Azərbaycan, Cənubi İran Azərbaycanından Sovet qoşunlarının çıxarılması Azərbaycan məsələsi kimi daxil olub dünya tarixinə. Və mən həmişə bu Salvador Dali'nin o məşhur bilirsiniz şəkli var bu NATO'nun baş qərargahında asılan, orada da Azərbaycan göstərilir. Məsələndirilə bilər, amma hər halda bu məncə təsadüfi deyil, belə hesab edək, simbolik də olsa. O baxımdan Azərbaycan məsələsinin həlli gündəmə çıxır və Azərbaycanın və Azərbaycan xalqının missiyası məsələsi meydana çıxır. O baxımdan da bu məsələlər gündəmdədir və diqqət edirsə çalxalanır hər yerində, Suriyada baş verən hadisələr. Belə görülə bilər ki, Azərbaycanın nə dəxli var, Azərbaycan məsələsi birbaşa dəxli var. Bu baxımdan Azərbaycanın qarşısında hansı çağırışlar durur? Dediyiniz sağlıq belə xalq. Valla demək, Azərbaycanın qarşısında duran çağrılar, indi dünən mən qlobal forumunda materiallarına baxdım, çağrı sözü çox səslənir. Və Azərbaycanın qarşısında duran çağrı Azərbaycanın demək, böyüyüb, bütövləşib, böyük Azərbaycana çevrilməsi. Bilmək istəyirsinizlər, yəni mənim fikrim və baxışım bunlar barəsidir və demək, bunun üçün əlbəttə ki, bu strateji bir məqsəddir, amma siz inandırıram, indiki nəsil onu görə bilər. Yəni gəlin belə çox elə bunu xəyal ürünü kimi baxmayaq. Görə bilər, təbii tarixi inkişaf prosesi kimi. Söhbət hansısa bir, əlbəttə ki, burada subyektiv amilin çox ciddi rolu var. Dövlət olaraq, o dövlətlərin liderləri olaraq, siyasi elitanın hansı dövlət vəzifəsinə xidmət eləməsi və yaxud aid olması, bütün bunlar bu subyektiv amillərin çox ciddi rolu var. Amma eyni zamanda məncə bu təbii tarixi prosesdir. Mən bu şəkildə baxıram buna və bu prosesin və yuxarıda mən Azərbaycan dövlətinin və Azərbaycan xalqının bir missiyasının fərqində olması məsələsini buna görə əslində qeyd elədim. Amma bir çox məsələlər eləmək lazım. Çünki bu yalnız kənara olan bir proses deyil ki, ölkənin içinə gedən bir prosesdir. Yaxınlarda mənim bir müzakirədə bir fikir işlətdim ki, burada çox vacib olan bir məsələ var. Məsələn, mən son dövrdə bizim bu xarici siyasətlə, o cümlə müharibə ilə bağlı, Ermənistanla bağlı məsələlərdə cəmiyyətin indiki hakimiyyətin apardığı kursa etimad göstərməsinin, çünki bəzən proseslər var ki, informasiya yoxdur və yaxud anlaşılmır və yaxud qəbul olunmur, başa düşülmür və yaxud əks hətta reaksiya. Mən məsələn, indiki dönəmdə bu məsələlərdə mövcud demək, idarəçi sistemə, yəni demək, hakimiyyətə konkret ifadə edək ki, başa düşürsün, etimad həmçə deyirəm ki, etimad edək ki, son dövrdə bir hallar bu müharibənin özü və sonraki prosesi göstərir, kifayətli bir peşəkar bir komanda fəaliyyəti hiss olunur. Etimad ki, çox vacib olan odur ki, bu hakimiyyət də öz xalqına etimad eləməlidir. Bu işi olmazsa qarşılıq çəkilir. Yəni, bilməlidir ki, o böyük hədəflərə, məqsədlərə doğru bu xalqla gedirik. Yəni, o məqsədlərə əgər inanırıqsa həqiqətən, onun fərqində isə ki, biz bunu öz xalqına da etimad etməlidir və bu ölkədə çox ciddi sosial, siyasi, iqtisadi, xarakterli, müəyyən sistem xarakterli dəyişikliklərin olması tələb edir. Bax, bu çağrı, bu saat, bu gün ən vacib olan məsələlərdən biri mən hesab edirəm ki, bundan ibarətdir. Bu, əlbəttə ki, problemlər istər xarici siyasətdə, istər hərbi siyasətdə, yəni hərbi daxçının bir hazırlanması məsələsi barədə artıq nəhayət deyil. Mən xeyli vaxtdır mən deyəndə bir çox adamlar deyir ki, artıq kön hərbi daxtirinə indiki şəraitdə cavab verir. Kifayət qədər o dövr üçün maraqlı və mükəmməl bir sənət təsiri bağışlayırdı. Hər halda demək ki, indiki qüvvədə olan hərbi daxtinadan söhbət gedir və təhlükəsizlik konsepsiyası Azərbaycanın çox təzə bir şəkildə dəyişdirilməlidir. Faktiki olaraq bu konstitusiyon bir əsaslar yaradır bu siyasətin demək aparılması üçün. O baxımdan bunlar demək dəyişdirilməlidir. O dediyimiz həm bu bir növ çağrıya adekvat bir cavablardan biridir. İkincisi isə şübhəsiz ki, orada bu çağrılar özləri artıq formula olunub, demək, əks olunmalıdır. Konkret məsələ üçün danışaq ki, çağrı deyilik. İki dənə burada ciddi bir məsələ var. Son dövrdə gərginləşən Rusiya-Azərbaycan münasibətləri, o da ciddi bir çağrıdır. Bu nə ilə yekunlaşırsa, bu konkret hala gəlsin. Artıq o ümumidən xüsusiyə gəlir. Və yaxud Zəngəzur dəhlizi məsələsi. Yaxud çağrılardan bir Zəngəzur dəhlizi məsələsi. Zəngəzur dəhlizi məsələsi Azərbaycanın Naxçıvana birləşməsindən ibarət deyil, təkcə olaraq. Bu təhlükəsizlik məsələsidir. Üstəlik, hətta təhlükəsizlik məsələsinin də üstündə qeyd etdiyimiz o regional və qlobal çağrılara cavabın çox ciddi bir testidir. O qeyd elədiyimiz, əvvəldə başladıq bu sülh müqaviləsindən, yeri gəlmişkən. Biz ki, bu məsələ həmin müqavilədən kənarda saxlanan məsələlərdən biri.
mən hesab edirəm ki, o sülh müqaviləsinin ən az hətta təsdiqinə qədər bu dəhliz məsələsi həll olmalıdır. Yəni, bunsuz bir çox məsələlər, o cümlədən müqavilənin mətnində olan bir çox müddəalar asılı qalacaq və işləməyəcək. O baxımdan demək bu məsələlər belə hesab edirəm ki, varmı bizim millətin resursu, potensialı? Müharibədəki qələbə göstərdi ki, o resurs və potensialı var millətin. Və üstəlik Azərbaycanda son dövrdə bir sıra daxili siyasətdə baş verən və deformasiyalı proseslərin olmasına baxmayaraq kifayət qədər demək müəyyən alternativ fikirliyin saxlanması, müxalifətin mövcudluğu kifayət qədər mən hesab edirəm ki, müxalif fikir mövcudluğu siyasi partiyaların zəif olmasına baxmayın. Hər halda kifayət qədər cəmiyyətdə bu elə bir fikir müxtəlifliyi var. Fikir müxtəlifliyi həmişə bütün ziddiyyətlər heç də dağıntı yaparmış ki, zəifləmə yaparmış ki, parçalanma yaparmış ki, bu ziddiyyətlərin harmoniyası olsa, bunların vəhdəti olsa, bu həmin sistemin güclü olmasının o daxili immaniyət nəticələri mənbəyidir. O baxımdan da demək, media məsələləri bir daha təkrar edirəm, mən çox narahat bir sözündə ortaya yer gəlmişini ifadə edeyim ki, son dövrdə və media siyasəti sahəsindəki çox ciddi problemlər var. Çağrılardan biri bunlar var ki, hələ də biz, məsələn, bir dənə biz metrik müxalif mövqeli, müxalif, hətta siyasi müxaliflikdən söhbət getmir. Yəni, fərqli alternativ fikirləri demək, ifadə edən bir hansısa bir internet televizyalarından kənara çıxsaq, elə bir televizyamız yoxdur. Niyə yoxdur? Türkiyə var. Və o baxımdan yeri gəlmişkən biz hər şey için nəyisə yamsamalı deyil. Amma hər halda bir model kimi Türkiyə bir çox məsələlərə görə bu məsələdə bizim üçün müəyyən bir oynaya bilər. Fikirləriniz aydın oldu. Bir məsələ ilə bağlı Azərbaycanla sülh məsələsi ilə yanaşı dünən dünyanın silkələyən digər bir məsələ Ukrayna savaşı ilə bağlı yeni trendlərin ortaya çıxmasıdır. Xüsusən bu atəşkəs sazişinin Amerika Birləşmiş Ştatları tərəfindən təklif olunması, Putinin mövqeyi. Siz necə düşünürsünüz? Atəşkəs planı işləyəcəkmi və Rusiya-Ukrayna savaşında yeni period nələri özündə etibar edir? Açıq geopolitik oyun gedir. Və bunu əslində Trump elə öz dilindən ifadə elədi, o Zelenskiyə deyərsə ki, sənin əlində kart yoxdur və s. Həqiqətən bir oyun gedir. Təhlükəli bir oyun, çox ciddi, təhlükəli bir oyundur və belə bir yanaşım olanda da, sözün doğrusu, konkret hansısa bir demək, proqnoz vermək, o eşitləşməyin özü bir qədər demək, ciddi olmur. Çünki bir gün ərzində, məsələn, bir adam deyək, Amerika Birləşmiş Ştatlarının prezidenti bir-birinə ciddi olan 3-4 eyni hadisə bəyanat verir. Və yaxud Rusiyanın özü dünən elə bu, sizin qeyd edildiyiniz məsələdə. Rusiya atəşkəsi rədd elədi, sonra dedilər gün olsa demək, Putin qəbul elədi, sonra dedilər yeni nüanslar qoydu ki, bu qəbul eləmək deyil və s. belə. Sürətli mövqe dəyişikliyi. O xaos dediyimiz məsələnin bir əlaməti də bir demək, halda bundan ibarət. O baxımdan da demək ki, bu məsələ hələ bitib və yaxud Rusiyanın özündə çox ciddi bir narahatlıq hissi olur. Trump'ın o Amerika Birləşmiş Ştatlarının fəaliyyəti haqqında. Baxmayaraq ki, təriflər yağdırır Trump Putinə. Belə Trump'ın əlindəki kartı bilmirlər nədir. Hətta Çin də tərif yağdırdı. Sonra İran demək, teokratik rejiminə məktub yazdı və s. O baxımdan yəni hal-hazırda bir onun nə deyilir, o yəni bir inandırıcılıq yoxdur ki, bir hansısa bir arzuculuq və bir sistem yoxdur bu deyilənlərdə ki, bir proqnozlaşdırmaq mümkün olsun. Amma hər halda görünən bundan ibarətdir ki, məncə demək, o yuxarıda biz qeyd elədik ki, bu Ermənistan sülh müqaviləsinin razılaşdırılması nə qədər hələ çox şey ola bilər. Bu atəşkəs olmasına qədər və atəşkəsdən sonra hətta həqiqətən qalıcı bir sülhün orada imzalanması, bu məsələnin ümumiyyətlə konfliktlərdən qalması məncə real görünmür hələ ki. Bir tərəfdən 30 günlük cəmci atəşkəsdən söhbət edir. O bir tərəfdən Avropa 800 milyardlıq hərbi proqram qəbul edir. Böyük Britaniya Ukraynaya qoşun göndərməkdən danışır. Hər 2-3 gündən bir Türkiyənin də qoşun göndərilməsinin barədə müxtəlif məlumatlar ötürülür və Türkiyənin İsrail sərhədindən çıxması və Türkiyə-İsrail qarşıdurmasından bir tərəfdən danışılır. Digər tərəfdən Azərbaycan, ABŞ, İsrail bilirsiniz ki, strateji müttəfiqlik məsələsi gündəmə gətirir. Müharibəyə hazırlıq da var. Qədər paradoks bir-birinə, yəni heç cür uyuşmayan bir hadisələri biz müşahidə edirik. O baxımdan da bu Ukraynaya veriləcək hadisəyə də yeri gəlmişkən aiddir. Yəni, o əgər hansısa birində Kursk deyəsən
çıxdı Ukrayna oradan çıxdı. Çıxırlar. Oradan çıxırlar və demək istifadə edə bilmədilər. Ondan alınmadı. Yəni ki, bu əslində o da Bir var versiyaya müqavilə görə üçün sülh sazisinin bir detalı kimi ki, çıxmaq istəyirlər. O da var. Onun istifadə olunsun o məsələdən yox. Alınmadı. Rusiyaya narazı təşəbbüs, hərbi təşəbbüsün Rusiyanın əlində olduğu bir vaxtda Rusiya mümkün qədər bundan çox Ukraynanın parçalanması şansı, təhlükəsi varmı? Söhbət Ukraynanın parçalanması yox, Rusiyanın bir hissəsinin işğal altında qalıb qalınmasından söhbət gedir. Herhalde Trump'ın irəli təklif ondan ibarətdir ki, torpaqların bir hissəsinin qayıtılması məsələsi ilə Ukrayna razılaşmalı, bu işğalın davam edilməsi anlamına gəlir. Və demək, digər tərəfdən isə yeri gəlmişəm bu yaxında çox maraqlı bir hadisə. Mən səbəblə Rusiya Xarici İşlər Nazirinin çıxışında vardı ki, əgər 2014-cü ildə razılaşdırılsaydı bu təklif olunan demək, maddələr ki, İstanbul danışıqlarından söhbət gedir, onda Krım istisna olmaqla Ukrayna 97-ci ya 94-cü sərhədlərində qalır. Diqqət edirsiniz, bu çox maraqlı bir məqam idi. Mən bilmirəm, o qəsdə götürüldü və s. Çoxlar deyirdi ki, Ukraynanın daxilində o proseslər baş verməsəydi, Rusiya Krımı işğal etməlidir. Sən demə, məlum olur ki, Krım əvvəldən Rusiyanın demək, tutmaq istədiyi bir hədəf olur. Onun Ukraynada hansı hakimiyyətin olub-olunmasını, onların NATO ilə münasibətlər qurulmasına asılı olmuyor. Bir neçə gün əvvəl bu məsələ səsləndirilmişdi. O baxımdan da mən bir daha təkrar, mənim fikrimdir, yəni bu məsələlərdə hələ nöqtə qoymaq gerekir. Hər Çinli səsi o qədər eşidilmir, bilirsiniz. Rusiya-İran ittifaqının ki, son dövrdə orada bir çox tərəfli bir əməkdaşlar haqqında məsələdə imzalandı, düzdür. Rusiyada, İranda bilər ki, istənilən məqamda bir-birini çəkil edə bilərlər, bizi bir-biri qarşısındakı öyrənir. O baxımdan mən güman edirəm ki, demək, o proseslərdə də hələ ki nöqtənin qoyulması tez və üstəlik o nöqtənin qoyulması əcəba başqa yerlərdə alovlanmanın olacağının bir məsələsi yoxsa ümumi qlobal məsələlər üzrə bir hansı bir normallaşmaya aparacaq. İkinci yox, məncə birinci daha demək doğrudur. Çünki Ukrayna konfliktinin bir növ dondurulmasının tərəfdarları içərisində həm də bunun yaxın şərq və İran istiqamətindəki proseslərin intensivləşdiyi daha necələr alovlandırılması niyyətində olanların olduğunu görməmək mümkün deyil. Üstəlik Tayvan məsələsi var və ilaxır. O baxımdan da sözün doğrusu belə görünəm. Daha bir geopolitik savaş hazırlanır. Ondan ibarət ki, biz hələ bu savaş dərinləşir, davam edir. O dediyiniz ən böyük çağrı da bu qlobal xaosun, demək ki, qlobal xaosun demək o bizim qarşımıza qoyduğu problemlər, indi çağrı sözünü də orada işlədə bilərik. Oradan aldığımız, nəinki burada sadəcə sakit durub, bir harasa çəkilib, başını örtüb, bununla çəkilib salamat qalmaq mümkün deyil. Mənim fikrim, mənim artıq subyektiv mövqeyim ondan ibarətdir. Çalışmaq lazımdır ki, bu prosesdən demək, güclənmiş, bayaq dedim, böyümüş halda çıxaq. Bunun kifayət qədər imkanları var. O dünən Azərbaycan prezidentinin maraqlı bir mən formulasına diqqət elədim ki, bu indiki yaranmış bu çağrıları imkana çevirmək lazımdır. Bu konsepsiyanın hərəkət oluna biləcəksə, hər halda səslənirsə, deməli onun hansısa bir işlənmiş mexanizmləri və s. hansısa bir senarilərdə var. Xaosdan fürsətləri götürmək üçün. Yəni, bunun başqa bir yox. Sən bununla qaçmaqla, gizlənməklə, çəkinməklə bu məsələyə yayılmaq mümkün deyil. Təhlükənin üstünə getmək lazımdır. Yoxsa təhlükənin üstünə getməsən, qarşıdan o səni gəlib üstələyəcək. Üstəlik bu bizdən asılı deyil. Yəni, həqiqətən də dünyada elə bir sürətli proseslər baş verir ki, burada ancaq bu, amma şübhəsiz ki, yəni ölçülü, biçili, elmi yanaşım lazımdır və o demək deyil ki, bu sadəcə bir hansı bir məcrası siyasətin yürüdülməsini də irəli tutub. Baxaq görək bu vəziyyətə. Mən hər halda yuxarıda qeyd elədiyim kimi, mənim üçün ən mühüm olan məsələlərdən biri burada daxili etimadın çox ciddi bir şəkildə olmasıdır və bunun da yolları demək, məlumdur əslində bu icad eləməli burada bir məsələ yoxdur. Mən arzu eləyək, ümid eləyək və istəyək ki, Azərbaycanın, millətimizin, xalqımızın, dünyanın xeyrinə tutar. Təşəkkür edirəm. Çox sağ olun gəldiyinizə görə. Təşəkkür edirik. Aktual gündəm efirdəydi. Qonağımız Azərbaycanın sabiq baş naziri, Xalq Partiyasının sədri Pənah Hüseyn idi. Görüşənə qədər.